Salam, hər vaxtınız xeyirli olsun, Hər doktor. vaxtınız xeyir. Bugünkü mövzumuz cinsi münasibətlərdir. Bir psixoterapevt olaraq ilk öncə istəyirəm sizlə terminləri aydınlaşdıraq. Seks nədir? Bundan başlayaq ən Baxın, sadəsini. seks İngiliscədən gələn sözdür. Cinsi mənsubiyyəti də bildirir, cinsi əlaqəni də bildirir. Seks həm cinsi mənsubiyyətdir, pol, cins, həm də cinsi əlaqə deməkdir. Aydındır. Doktor, masturbasiya nədir? Bir dəqiqə, mən Yəni bu tamaşaçılara aid. sekslə bağlı bir şey də söyləyim. Seksual insan, cinsel əlaqə təkcə koitusla, burada bir koitus sualı da əlavə eləmək lazımdır. Təkcə koitusla bitmir. Koitus cinsi orqanların kontaktıdır. Amma cinsi əlaqə toxunuşlardan belə, sığaldan olaraq başlayır. Yəni cinsi əlaqə kompleks bir anlayış, təkcə koitus deyil. Bizim bəzi insanlarımız cinsi əlaqəni pornoqrafiyadan öyrənirlər deyə özləri cinsi tərbiyə və savad olmadığı üçün koitusu cinsi əlaqə hesab edirlər. Xeyr, qadının saçını sığallamaq da, üzünə təbəssümlə baxmaq da, qadının kişiyə qarşı sığalı və nəvazişi də, adi öpüşləri belə, əllərinə toxunmaq belə cinsi əlaqənin başlanğıcıdır və cinsi həyatın bir hissəsidir. Cinsi həyat geniş anlamdadır, bunu anlayın. Cinsi həyat bir-birinə cinsi cazibəsi olan cütlərin bir-birinə hədiyyə alması da cinsi həyatın mənəvi tərəfidir. İkinci sual nə idi? Masturbasiya nədir, doktor? Masturbasiya insanın özünü cinsi cəhətdən təmin etməsidir. Yeniyetmə dövrünün masturbasiyası var, yetkin yaşa masturbasiyası var. Bu həm normal hadisədir, bəzən isə psixasıllıq hadisəsidir. Ona görə masturbasiya geniş anlayışdır. Qadın frigidliyi nədir, doktor? Frigidlik sözü indi müasir tibbi termini kimi işlənmir, amma qadınların cinsi cəhətdən soyuqluğuna deyirlər, cinsi həvəsinin olmamasına deyirlər. Aha. Növbəti terminimiz vaginizmdir. Vaginizm qadın cinsiyyət yolu əzələlərinin cinsi əlaqə kontaktı haqqında düşünəndə və ya kontakta girəndə bərk sıxılmasıdır və psixosomatik bir hekayədir, psixoloji bir hekayədir. Bugün düz ginekoloqla girişiblər bu sahəyə və zorla qadınlara bu vaginizm müalicəsi aparırlar. Zor nə barədə? Yəni biz genəltməklə və s. düzdür, elmi əsaslandırılmış üsul hesab olsa da psixologiyasını düzəltməsək, nə olsun, fizioterapiya da elmi əsaslı üsuldur, amma psixologiya düzəlməsə vaginizm düzəlmir. Belə bir hekayədir vaginizm. Aydındır. Bəs kişi cinsi zəifliyi nədir? Bu erektil disfunksiya termini ilə bugün ifadə olunur. Kişinin cinsi zəifliyi. Erektil disfunksiya yəni kişinin cinsi orqanında olan elə bir hadisədir ki, cinsi əlaqəyə imkan yaradacaq qədər bərkimir. Kobud desək belə bir şeydir. Aydındır. Doktor, seks ruhsal birləşimdir, yoxsa fiziki? O baxış bucağının asılıdır. Ruhunu tanıyan üçün ruhsal birləşimdir. Ruhunu tanımayan üçün fiziki birləşmədir. Yəni ruhunu tanıyan üçün bu həzz ruhsal həzzdir. Həqiqətən ruh alır da həzzi. Və halal cinsi əlaqə ruhi həzz mənbəyidir və halal cinsi əlaqə ruhi həzz olaraq ali şəxsə, Allah dediyimiz ali şəxsə həsr oluna bilir ki, ona görə də Bismillahla deyilər, ərəbcə desək, icra olunmalıdır. Amma bir də var, bəli, sırf cinsi əlaqə fiziki həzz səviyyəsinə düşünülür, öz şəxsi həzzin üçün düşünülür, bu da ağır karma yığmaqla məşğuldur. Bəşəriyyət ümumiyyətlə üstünə bu şəkildə karma yığır. Cinsi əlaqə olsun, istənilən dad olsun, sırf özün onu həzz almaq istəyirsiniz, bu fiziki səviyyədir. Seksə ruhsal olaraq daha çox qadınlar yanaşır, yoxsa kişilər? Ruhsal yanaşmır, qadınlar emosional yanaşır. Emosional, bəli. Ruhsal, düzdür, emosiyalar ruhdan çıxan mərkəzi bir xəttdir, amma ruhsal yanaşmır. Qadınlar emosiya ilə yanaşırlar. Emosiya, yəni barışıq, sevgi varsa, cinsi əlaqə qadın meylənə bilər. Sığal, nəvaziş, doğmalıq hissi və cinsi cazibə, üstə gəlirsə feromonlar, kişinin ətrinin cazibəsi, görüntüsü və s. səsi bu qadını cinsi əlaqəyə apara bilər. Amma kişilərdə belə deyil. Kişilərdə daha çox görmə orqanı, görüntü ilə bu həvəs yaranır, başlayır. Daha çox obrazın, özü də üzdən çox kişiləri bədənsəl, bədən tərəfi daha çox cəlb edir. Qədimlərdə qadınların bədəni örtülü olanda şairlər qaşa, gözə heç olmasa təsvir edirdilər. İndi artıq qadın bədəni ortalıqdadır demək olar ki, nə qədər bu, bilmirəm, doğrudur ya yox, amma qadın bədəni ortalıqda olarkən kişilər daha çox cinsi həvəs yaradan sahələrə, qadının sinəsinə, budlarına, çanağına fikir verirlər. Və gözlə cinsi cazibə kişilərdə daha çox yaranır. Sonradan digər ətir və s. nəvaziş işini deyir, sözünü deyir. Buna görədir ki, yəni kişilər ödəniş edib bir xanımla cinsi əlaqəyə girə bilər, amma bu qadınlar arasında çox nadir çox ola bilər. Çox yayğın deyil, bəli, dünya statistikasına amma kişilərdə bu rahat bir haldır. Baxın, deyirsiniz, amma indi bu dəqiqə kişi striptizi də var, qadın striptizi də var.
Ona görə dünyada demək olar ki, bərabərləşir bu məsələ. Belə insan maddiləşdikcə Dünyada bərabərləşsə də məncə Azərbaycanda Azərbaycan hələ ki o çox səviyyədə nadir deyil. olar, Azərbaycan o elə səviyyədə qadınlar. deyil çünki emosional qapalı böyüyən qadınların özünü ifadə etməsi nə intellektual deyil, nə seksual deyil. Yalnız emosional özünü ifadə edir Azərbaycan qadını. Və bu da təbii ki o sahənin bağlı olmasına gətirib çıxardır. Amma hansı qadın azdırmı ki, kişinin görüntüsündən vəcdə gəlsin və həvəsi olsun. Var elə qadınlar çoxdur və bizim pasiyentlər üçün də bu barədə danışan xanımlarımız var ki, doktor, məni belə şeylər cəlb edir kişilərdə, misal üçün. Amma kişilərdə kənarda cinsi ünsiyyət olduğu halda deyirlər ki, bu kişilərin tələbatıdır. Məsələn, evlənməmiş bir kişidirsə, evlənməmiş bir qadının tələbatı yoxdurmu? Baxın, tələbat məsələsi biz heyvan bədənində, heyvansal bədəndə olsaq da heyvan Bir dəqiqə, mən çox üzr istəyirəm. Mən cəmiyyətə uyğun suallar verirəm. Bəli. Həqiqətən belədir, yəni belə deyilir. Xeyr, Kişinin tələbatı xeyr, var və xeyr. bütün 90% kişilər bunu edirlər, Xeyr, ailə qurmamış, kənarda cinsi... Tələbat deyil. Ümumiyyətlə bir şey yanlış düşüncələrdir. Xahiş edirəm, icazə verin izah edeyim. Həm biologiya cəhətdən izah edeyim, həm ümumiyyətlə digər cəhətdən. Bizim biologiyaya baxsaq, əgər biz heyvan bədənində isə, deyək ki, seksual həvəsimiz heyvan kimi daimi tələbatdayıq. Xeyr, kişi daima hazırdır. Amma bu tələbat deyil. Bu kişinin çox sürətlə yenidən hazır olması, cinsi əlaqə var. Bu fiziologiyada belədir. Yəni qadın cinsi əlaqədə orqazm hiss edərsə, tam təmin olunarsa, təkrar yenidən orqazm istəməyə bilər. Bəlkə də bir neçə sutka istəməyə bilər. Maraqlıdır. Qadın çünki emosiyalara boyuyur axı, biraz daha geniş baxır. Amma kişi daim mayallandırmağa hazır fiziologiyadadır. Amma baxın, məməlilər sinifinə, təbiətə baxaq, biologiya. Dişidə ovulyasiya yoxdursa, inək deyir, göz atmasa buğa oynamaz. Kobud desək, həqiqətən belədir. Qadında, yəni dişidə ovulyasiya yoxdursa, erkək ona cəlb olunmur və ereksiyası olmur erkəyin ona nisbət. İnsan da məməlilərin bir nevidir bioloji cəhətdən və bu mənada qadın o kişidə o həvəsi yaradır. Əks halda kişi zorlamağa, fiziki təcavüzə meyillidir və mütləq psixi problemləri var. Kişi həmişə hazır ola bilər, amma qadın bunu istəməsə, kişidə o dərəcədə alınmayacaq. O qədər belə mənim gənc pasiyentlərim var. Gedib, üzr istəyirəm, ödənişlə qadın bədənini satan bir qadın yanına, qadın da elə belə iş kimi baxıb buna və həvəs də yoxdur o qadında o mənada. O gənc oğlan 18 yaşında ilk uğursuz təcrübə qazanıb, ereksiya olmayacaq təbii ki. O qədər olmur. Müəyyən maddə təsir altında deyilsə və ereksiya olmayanda bunda uğursuzluq çökür. Mən qadınlara qarşı uğursuzam, məndə erektil disfunksiya var. Ümumiyyətlə, erektil disfunksiya kişilər tamamilə psixolojidir. Başdan ayağa psixolojidir. Demək olar ki, 90%. Yalnız orqanik xəstəliyi yoxdursa. Doktor, amma deyirsiniz ki, yəni qadın istəməsə, kişi yaxın dura bilmir. Azmı bizim ailələrdə qadınlar istəmirlər, amma məcbur... Bilirsiniz, o hekayədə kişi psixi cəhətdən problemlidir. Bəlkə də şok açıqlamaq kimi gəlir. Yəni nə etməlidir? O zaman kişi ayrılmalıdır bu qadından. Necə? Kişi gedib bir doktorla ünsiyyət saxlamalı, psixoloqla. Bu qadını həqiqətən sevirmi? Necə yəni, mən sevdiyim qadını necə cinsi əlaqəyə məcbur edə bilərəm ki? Deməli, kişi sırf yəni aktiv, aqressiv bir mövqedədir. O kişinin xarakterində mütləq narsistik keyfiyyətlər də var. Narsisizm bir növdür. Qadın istəmirsə onu zorla seksə məcbur etsin. Və bizim heyvan aləmində fərqimiz də var Səidə xanım. Fərqimiz odur ki, biz həzzi yadda saxlaya bilirik. Heyvanlar həzzin özü gələndə o həzzi dadırlar və salam. Şir cinsi əlaqəyə girirmisən cinsi cütləşmə dövründə gündə 10 dəfə. Cütləşmə dövrü bitdisə və dişi şirlərdə mayalanma dövrü bitdisə, ovulyasiya bitdisə heç yadlarına düşməyəcək. Amma kişilər seksual həzzi yadda saxlayır və qadınlar da həmçinin və ona görə seksə meyilli olurlar. Yaddaşlarında həzzi təzələmək üçün. Sadəcə budur. Və bu da yenə də aqressiv formada icra olunursa ki, gəl bura mən mütləq sən borcu ifa eləməlisən, bu demək ki, sən o qadını sevmirsən. Aydındır. Doktor, bayaq masturbasiya soruşdum. Bunu əsasən kimlər edir və ümumiyyətlə ziyanı varmı? Masturbasiya qətiyyən ziyansız bir şeydir. Yəni fiziki ziyanı yoxdur. Əgər mənim cinsi partnyorum varsa, mən yenə də masturbasiya edirəmsə, bu psixi asıllıq formatıdır. Amma yeniyetmə masturbasiyası çox şeydən yeniyetməni qoruyan, özünü cinsi cəhətdən tanımağa kömək edən bir şeydir masturbasiya. Qızlarda da olmalıdır, oğlanlarda da yeniyetmələrdə olmalıdır və valideynlər buna göz yummalıdır. Və idealda mən demişəm bu barədə. Qız məktəbi, oğlan məktəbi ayrı olsaydı, qızlara xanımlar, oğlanlara bəylər dərs desəydi və cinsi əlaqə ilə bağlı dərsdə bir proqram olsaydı,
qızlara o masturbasiyanın haqqında qadın müəllimələr izahat, oğlanlara kişilər izahat versəydi, dünya çox xeyli dəyişərdi. Qız-oğlan məktəbi ayrılmasında bu məsələ, cinsi savad məsələlərinə görə mən önə çıxartmışam həmişə. Bizdə ümumiyyətcə heç məktəbdə də yox, yəni ailə içində də yoxdur belə bir Analar şey ki, bir ana öz qızına nəyisə izahat versin. Pərdə var, ayıqdır, yox, əlini üstdən vuracaq, əlini yandıracaq. Qaşqı məndə gətirmişdilər, yeniyetmə qız masturbasiyasını ana görmüşdü və 11 yaşında qızın yəni öz o cins orqanı əl vurduğu üçün əlinə qaynar şey basıb gətirdi. Qızım tərbiyəsiz doktor, bunun başı xarabdır, davranış pozuntusu var, müalicə eləyin. Dedim, müalicəni siz almalısınız, xəstə sizsiniz. O 11 yaşında qız uşağı xəstə deyil. O masturbasiya meylənib və amma oğlunu elə görsə fəxr eləyər. Yox. Oğlanlara qarşı da aqressiv davranırlar və oğlanlara da bunu ayıb eləyirlər və oğlanlar da var bu sadə obsessiyalar, xəstələr gəlir yanıma ki, masturbasiya qarşı münasibətinə görə obsessiv kompulsiv pozuntu keçirirlər. Özünü natəmiz hesab edir, daim yuyunur. Çünki masturbasiya zərərli deyiblər buna. Üstəgəl dini cəhətdən günahdır deyiblər və ayıb və murdar kimi şey kimi baxır, amma fiziologiyası bunu istəyə bilir axı. Bu həzzi duymaq istəyir. Cinsi əlaqə istəyir var. Buna görə masturbasiya yeniyetmələrdə normal bir şeydir, amma cinsi partneri olan, aktiv cinsi həyatı olan bir kişinin bunu etməsi və ya qadının bunu etməsi cinsi təmin olunmaması və ya psixi problemlərinin göstəricisidir. Aydındır doktor, təşəkkür edirəm. Qadın frigidliyi nə zaman yaranır? Qadınlar bayaq dedik axı, cinsi əlaqə emosional tərəfdən yanaşırlar. Yəni, qadın inciyirsə, həyatdan küsürsə, cinsi cəhətdən soyuq olur. Kişi isə cinsi cəhətdən qabiliyyətsiz olur, təşviş keçirəndə, həyəcan keçirəndə. Kişilərdə qorxu əsaslı təşvişli pozuntularda cinsi zəiflik olur, soyuqluq da hətta ola bilər. Zəiflikdən sonra qorxuraq qadına yaxınlaşmağa. Ona görə soyuqluq yaranır, bilən qadın mənə zəif kişi hesab eləyər. Qadınlarda zəiflik, daha doğrusu soyuqluq olur, sırf incimək bazası, küsmək bazası üzərində. Cinsi savadsızlıq üzərində də ola bilər, yer gəlmiş onda vurğulayır. Qadının cinsi savadı yoxdur, işi cinsi əlaqə eləcə uşaq doğmaq mexanizmasıdır. Orqazmdan, həyatın ən böyük həzzindən xəbəri yoxdur. Və təbii soyuqluq olacaq. Qadınlarda deməli iki məsələdən olur. İnciklik, yəni emosional uzaqlaşma və cinsi savadsızlıq. Aydındır. O zaman ola bilər ki də kişi, yəni qadın soyuqluğu kişidən asılıdır. Ümumiyyətlə, hər şeyimiz, emosiyamız özümüzdən asılıdır. Yetkin emosional intellekti olan insan inciməz, küsməz və bu sahədən soymaz. Kişi ilə münasibətlərindəki problemlərdən asılıdır, bəli. Kişidə də zaten elədir də. Kişi nə etməlidir ki, bunu aradan qaldırsın? Kişi öz başına bunu aradan qaldıra bilməz. Əgər bu diaqnoz halındadırsa, 2 həftədən çox qadın cinsi cəhətdən kişiyə yaxınlaşamırsa, ortada böyük inciklik var və ya sevgi yoxdur. Hətta bəlkə qadın xəyanət edir. O zaman ailələr sevgi üzərində qurulmalıdır mütləq şəkildə ki, möhkəm olsun. Ümumiyyətlə, ailə anlayışı, yəni əvvəllər buna məsələn rusca semya deyirlər. Semya, toxum sözündəndir. Ailə ərəbcə birgə insanların bir yığıntısı mənasına gəlir. Məsələn, ingiliscə family, familia, soyad mənasına gəlir. Ailəyə baxış bucağı toplumsal olaraq dəyişir. Mən düşünürəm ki, ideal ailə baxış olmalıdır. Sevgililərin qanunla birgəliyi. İki sevgili var, onlar qanuni əsasla birgəliyini deməli formalaşdırırlar ki, vərəsəlik hüququ və digər hüquqları qorunsun. Ailə məncə sevgi üzərində formalaşmalıdır. Və ilk 3 ildə uşaq olmamalıdır ki, onlar bir-birini öyrəşib tanıya bilsinlər. Yanaşmam belədir mənim, bəli, buyurun. Doktor, bəs vaginizm nədən yaranır? Məsələn, xanım ailə qurursa, vaginizm olub-olmadığını hardan bilsin? Vaginizm əsasən təbii qız uşaqlarında olan bir şeydir və qızlar cinsi əlaqə ağrısından qorxaraq 90% bu hala düşürlər. Sonra evdə incidilən qızlar var. Sonra ilk cinsi təcrübəsi fiziki zorakılığa uğramış qızlar var. Cinsi əlaqə tamamilə fiziki zorakılığa uğrayıblar və cinsi əlaqədən iyrəniblər və qorxublar. Yəni, altında psixotravma yatır, onu araşdırmaq lazım. Kişi bunu necə aradan qaldıra bilər? Yenə də deyirəm, öz başına heç vaxt kişi bunu aradan qaldıra bilər desək, biz biraz yanlış olarıq. Aradan qaldıra bilərmi? Bilər, amma çox nəvazişli, emosional yetkin, bir kişi xeylağı xanımına buna söhbətlər apara-apara, nəvazişli yanaşa-yanaşa nəsə eləyə bilər, bəlkə çox nadir hallarda, çox nadir hallarda. Burada həm psixoterapevt, həm ginekoloqun birgə dəstəyi lazımdır. Aydındır, doktor. Doktor, kişilərdə cinsi zəiflikdən danışaq biraz. Bunun səbəbləri nədir? Qadın səbəbkar ola bilərmi? Burada kişilərdə cinsi zəifliyin səbəbi qadınlar ola bilərmi? Ola bilər qadınlar yox, cinsi savadsızlıq.
Hər bir kişidə nə vaxtsa bu alınmaya bilər və hətta tez-tez alınmaya bilər. Onu da düşünmək lazımdır ki, məndə erektil disfunksiya var. Ümumiyyətlə 2 həftədən çox davam edən ereksiya problemlər erektil disfunksiyadır. Ayda bir dəfə alınmırsa bu erektil disfunksiya deyil. Bu normaldır, bu olmaya bilər. Yorğunsan, həvəsin yoxdur, qadının bədənsəl bir qoxusu səni itələyə bilər. Bu normal bir şeydir cinsi əlaqə dünyasında. Kişinin erektil disfunksiyasının amma bazası uğursuzluq və qorxudur. Qorxu, uğursuzluq qorxusu da ona qoşulur. Bir dəfə qorxudan, təşvişdən alınmır, sonra əşi mən uğursuzam, mən də alınmayacaq deyə ümumiyyətlə alınmır. O dərəcə çatır ki, sevdiyi qadına belə yaxın durmur ki, birdən onun gözündən düşərəm. O zaman Belə nə etsin cütlər kişi? görmüşəm. Gəlsin, müalicə olsun. Nə etsin? Müalicə lazım. Yəni siz kömək eləyirsiniz belə Əlbəttə, bizim insanlara. ailə sistem terapiyası içində həm insanların intellektual tərəfi də, emosional tərəfi də və cinsəl tərəfi də bizim üçün aktualdır. Və hətta mən birdiyim Bexter institutunda seksologiya deyə bir bölüm var ayrıca, cinsi əlaqə haqqında bölüm. Cinsi əlaqənin problemlərinin, orqanik xəstəlikləri kənara qoysaq 90% psixolojidir. Həm qadında, həm kişidə. Kişilərdə qorxu əsasında bu başlayır çökməyə, qadınlarda isə inciklik əsasında daha çox halda. Aydın doktor. Təbii cinsəl savadsızlıq hər ikisinin öz təsirini göstərir. Siz şəxsi təcrübəniz üzərindən, Şəxsi mütəxəssis təcrübəmdən qeyd bəli, mütəxəssis təcrübəniz üzərindən deyə bilərsinizmi? Ümumiyyətlə Azərbaycan ailələrində tam seks varmı? Yəni Azərbaycan ailəsində seks klassik ailədə demək olar ki, yoxdur. Deyərsiniz, doktor, bunu niyə belə deyirsiniz? Bəzi gənc ailələr bəli, bu sayədə savadlıdırlar, rahatdılar. Mən bunu görürəm, onların münasibətlərində açıqlığı görürəm. Deməli, yataqda da bir-birinə qarşı açıq və savadlıdırlar. Amma yaş 40-dan yuxarı cütlər ki var ha, Sovetin şinelindən çıxan valideynlərin yetişdirdiyi cütlər, seksin qadağan olduğu Sovet dönəmindən. Orada cinsi savadsızlıq var. Məsələn, kişilər pornoya daha çox baxar, qadınlar, qızlar da baxırlar gizlindən, amma kişilər açıq və daha çox baxar pornoya, pornoqrafik filmlərə və s. Və kişi orada gördüyü ünsiyyətləri fantaziyasına hopdurur, fantaziyaları genişlənir, cinsi düşüncələri və yox, bu qadın mənim namusumdur, bununla mən başqa şey eləyənmərəm deyə bir düşüncəsi də var. Sovet işlerindən çıxmış yalançı ailə dəyərləri var, lazımsız yanaşmalar var. Həqqi ailə dəyərləri dedik, yaxı sevgidir və anlayışdır. Və bu mənada gedir başqa yerdə, kənarda cinsi kontaktı. Gedim pulla bir bədənini satan bir qadında bu ünsiyyətlərimi həyata keçirəcəm deyir və seks Azərbaycan ailəsindən kənara çıxır. Kişilər bunu kənara aparır və kənardan nə gətirir? Seksi kənara aparır, kənardan xəstəlik gətirir. Cinsi yolla yoluxan infeksiyalar gətirir. Problem odur ki, cinsi savadsızlıq cinsi yolla yoluxan infeksiyaların sayının artmasına gətirib çıxardır. Qız uşağı evlənib, ailə qurub, xlamidioz, trixomaniyazla gəlir. Həkimlərə gedir, daha doğrusu bizə yox. Mən həkim kolleqalarımla ünsiyyətim çox olub. 10 il ərzində ailə həkim verişi aparmışam ASTV-də, dövlət kanalımızda. Və bilirəm ki, həkimlərin bu söhbətlərini çox eşitmişəm. Bu statistikalardan da xəbərim var ki, gənc evlənmiş qız xlamidioz, trixomaniyaz. Bu qızlığını, baki bəşərətini qoruyub, amma oğlan nə bəşərət qorumayıb, nə oğlanlığını belə deyək, çox da qorumayıb. Elə bilirlər ki, oğlanlıq qadınlarla yatmaqdır. Oğlanlıq oğlanlığını, saflığını qorumaq qabiliyyətidir. Hətta yatağa da girsən, özün qorumaq qabiliyyətidir və gənc qurduğun ailəyə xəstəlik aparmamaq qabiliyyəti də elə oğlanlıqdır. Sözün yaxşı mənasında. yenə kişilərə tərəf danışdınız, doktor. Nəyi danışdım kişilərə tərəf? İndi qadın üçün olmuş olsaydı deməzdiniz ki, qadınlıq, yəni hətta əlaqəyə girsən belə təmiz girmək. Baxın, bir şey deyim. Bir açar fikirləşin ki, bütün qapılara girirsə, onun infeksiya yayma ehtimalı daha çoxdur. Mən əksinə kişilərə dedim ki, özünüzü elə aparın ki, evinizə infeksiya gətirməyin. Yəni kişilərin də Cinsi kontaktlardan yayılın. Mən deyirəm kişilər yayır. Mən nə deyirəm ki, siz necə anladınız ki? Mən deyirəm ki, kişi oğlan uşaqları evə xəstəlik gətirir qız uşağına. Mən başa düşdüm Bəs onu. nə edirsiniz? Siz deyirsiniz ki, oğlanlıq odur ki, hətta cinsi əlaqəyə girsən belə təmiz, təmiz insanla o qadını da qoru, özünü də qoru da. Bəli, o zaman amma qadın üçün deməzdiniz ki, hətta cinsi əlaqəyə girsən belə təmiz insanla gir. Mən anlamadınız yenə. Mən düşünürəm ki, insanlar ümumiyyətlə cinsi əlaqə sevdiklərlə girməlidirlər. Rast ki, oğlanlar gedib bunu, məsələn, hansısa bir formatda cinsi təcrübə qazanmaq düşüncəsi beynindən keçir və bizim cəmiyyət də buna icazə verirsə, o halda heç olmasa sözlərini qorusunlar. Niyə bizim cəmiyyət buna icazə verir? Bunun qarşısını necə alaq? Bunun qarşısını almaq mümkün deyil. O anlamda ki, ruhi dəyərlər təbliğ olunmur. Ruhsal dəyər olsa, yəni kişilər bədənini satan qadınla yatağa girməz. Çünki o yataq deyil, o boş şeydir. Yataq yalnız emosional, sevgi, anlayışla bağın olan bir qadınla üstün, doğrudur, o halaldır.
Söhbət Zakistan kəbindən getmir ha. O da azaddır, sən də azadsan. Emosional cəhətdən uyğunsunuz, ağlınız uyğundur və cinsəl cəhətdən də uyğunlaşa bilirsiniz. Bu olacaq halal cinsi əlaqə. Yəni bilgəlik budur. Qalan hallarda bədənini pulla satırsan da pulla alırsan. Ya hətta belə ailələr var, qadın özünü ömürlük satışa verib. Və çıxıb ağıllı-ağıllıca qəbul qadınlara məsləhətlər də verirlər. Mən deyir, pulsuz kişinin sevgisini qəbul etmirəm. Bu sevgi deyil, sən bədənini satırsan, dəyərli bacım, xanım. Çox doğru. Sən bədənini satırsan, namus çərçivəsində satırsan da, bir kişiyə ömürlük satırsan. Yəni, satış üzərində qurulmayan şey sevgidir və belə sevgi üzərində qurulan cinsi əlaqəni mən halal hesab edirəm. Amma da gəl, ondan sonra masturbasiya etmək yaxşıdır. Nəinki sevgisiz yatağa girmək. Sevgisiz yatağa girməkdənsə, masturbasiya edib sakitləşmək daha yaxşıdır. Aydındır. Doktor, ailələrimizə nə məsləhət görərdiniz kişilərə və qadınlara bu cinsi mövzuda necə davransın? Kişilər necə davransın ki, qadınlar onları daha çox istəsinlər? Qadınlar necə davransın ki, kişinin kənara getmək ehtiyacı olmasın? Ümumiyyətlə, belə danışaq da, qadınlar bilsinlər ki, seks ayıb deyil. Cinsi əlaqə həyatınızda ala biləcəyiniz ən böyük həzz, dəyərli analar, bacılar, qadınlar. Cinsi əlaqə halal yolla, təbii həyat yoldaşınızla həyata keçirilsə yaxşıdır. Sevgilinizlə daha doğrusu. Həyat yoldaşınız həm də sevgiliniz olmalıdır. Qadınlar bu qapıda açıq saxlasınlar, kişilər də o qapıdan girsin. Hansı qapıdan? Öz fantaziyalar qapısından təklif eləsinlər. Gedib, haradasa gördükləri cinsi akt formalarını kənarda həyata keçirməyə yox, öz xanımlarına təklif eləmək cəsarətləri olsun. Yəni, çünki insan, kişi və qadın bir-birini sevirsə, bir-birinə fiziki zədə getirməmək şərti ilə istənilən növ cinsi əlaqələri halal, necə halal, dini nöqtədən demirəm mən. Yəni, doğru bir cinsi əlaqədir. Aydındır, təşəkkür edirəm, doktor. Çox sağ olun. Çox mövzular burada qalıb. Təbii, bu sahələrdə suallar varsa, təbii birbaşa bizim nömrələri ünvanlaya bilərsiniz və qəbula gəlib cinsi problemlərinizlə də həmçinin sizi maraqlandıran mövzuları videonun altında şərhdə yaza bilərsiniz. Biz o mövzulardan danışaq. Çoxdur mövzular və Əli Həkimlə Söhbət kanalımızda yeni başlamışıq. Davam edəcəyik, davam etməyə əzmindəyik. Dəstəyinizə görə öncədən minnətdarıq. Sağ olun.